Qoç bürcü. Bugün üçün görüşlər və danışıqlar planlaşdırmısınızsa və ya bəzi ortaq layihələrdə iştirak etməyi planlaşdırırsınızsa, səbirli olun. Digər insanlarla qarşılıqlı əlaqəyə aid olan hər şey adi haldan daha çox vaxt və zehni enerji alacaq. Hətta köhnə tanışlarınız da sizi səhv başa düşə bilər. Bu yaxınlarda tanış olduğunuz insanlar haqqında nə deyə bilərik? Həm işdə, həm də evdə fikir ayrılıqları mümkündür. İkinci halda isə sizin günahınız ucbatından yarana bilər. Nəyin bahasına olursa olsun, istədiyinizi etməyə çalışaraq, başqalarının məsləhətlərini və məsləhətlərini, o cümlədən çox faydalı olanları görməməzlikdən gələ bilərsiniz. Gənc qoç da son dərəcə həssas olacaq və hər kəs onlara bir yanaşma tapa bilməyəcək. Sağlam düşüncə və özünüzü idarə etmək bacarığı sizə mənfi tendensiyaların təsirinin öhdəsindən gəlməyə kömək edəcək. Hər addımı düşünsəniz və uzun müddətli hədəfləri xatırlasanız, bezdirici səhvlərə yol verməzsiniz. Əvvəllər qazandığınız təcrübə maliyyə məsələlərinin həllində sizə kömək edəcək. Onun sayəsində siz itkilərdən və uğursuz investisiyalardan qaçacaqsınız. Buğa bürcü. Görüşləri, danışıqları və istənilən ciddi məsələlərin müzakirəsini səhərə planlaşdırmaq daha yaxşıdır. Bu zaman sizin üçün doğru sözlər və inandırıcı arqumentlər tapmaq, ətrafınızdakılar üçün onlardan nə istədiyinizi başa düşmək və uzun arqumentlər olmadan həqiqətən maraqlı təkliflərlə razılaşmaq daha asan olacaq. Və ümumiyyətlə, günün başlanğıcı uğurlu olacaq. Ulduzlar xüsusilə mürəkkəb hesablamalar, analitik və ya tədqiqat işləri ilə məşğul olan buğa üçün əlverişli olacaq, lakin bürcün digər nümayəndələri də uğura arxalana bilərlər. Lakin sonradan mənfi tendensiyaların təsiri özünü göstərə bilər və ən çox nəzərə çarpan şəkildə maliyyə sferasında. Odur ki, günortadan sonra böyük alış-veriş etməzdən və ya kredit götürməzdən əvvəl 2 dəfə düşünün və ya etibar etdiyiniz biri ilə məsləhətləşin. İşdə çox vaxt keçirən buğa bürclərinin həyatında bugün böyük dəyişikliklər baş verə bilər. İşarənin bu cür nümayəndələrinin taleyi ilə görüşmək şansı var. Əkizlər bürcü. Cəsarətli cəhdlərdə uğura arxalana bilərsiniz, bir çox işlərdə uğur qazanacaqsınız və çətin tapşırıqlar xüsusilə uğurlu olacaq. Çox ümid etmədiyiniz danışıqlar uğurla başa çatacaq və potensial işə götürən və ya iş ortağı ilə görüşün nəticəsi gözləntiləri üstələyəcək. Gün maliyyə məsələlərinin həlli üçün də əlverişli olacaq. Və burada əvvəllər heç vaxt kommersiya fəaliyyəti ilə məşğul olmayan və pulla yaxşı olmağı ilə öyünə bilməyən əkizlər uğur qazana bilər. Bəzi yeni mənbədən gəlirlər istisna edilmir. Günortadan sonra beyninizdə yaranacaq fikirlərə diqqət yetirin. Onları dərhal həyata keçirə biləcəyiniz ehtimalı azdır, lakin biraz sonra planlarınıza qayıtmaq imkanınız olacaq. Axşam dostlarla və ya yaxşı tanıdığınız digər insanlarla ünsiyyət üçün münasibdir. Ancaq ilk görüş məyus ola bilər və çətin ki, sizdə insan haqqında düzgün təəssürat formalaşdıra biləsiniz. Xərçəng bürcü. Səhər saatlarında bəzi çətinliklər yarana bilər, lakin onları ürəkdən qəbul etməmək daha yaxşıdır. Yadda saxlayın, ciddi görünən bir çox şeylər sonradan mənasız olacaq. Və çaxnaşma etməsəniz və tələsik hərəkət etməsəniz, ortaya çıxan bəzi problemlər hətta öz həllini tapacaqdır. Ciddi bir iş layihəsinə diqqət yetirən və ya öz biznesini inkişaf etdirənlər ən azı nahar vaxtı heç bir ciddi qərar verməməlidirlər. Digər xərçənglər isə heç nəyi əldən verməmək üçün günün ilk yarısında peşəkar problemlərin həllində daha diqqətli olmalıdırlar. Günün ikinci yarısında çoxdan planlaşdırılanları həyata keçirmək, əvvəllər başlayan işləri başa çatdırmaq imkanı yaranacaq. Öz qabiliyyətlərinə şübhə edən xərçənglərə inam qayıdacaq və ətrafdakılar bunu hiss edəcəklər. Gün yaxınlarınızla vacib söhbət üçün əlverişli olacaq. Siz yalnız diqqətlə dinlənilməyəcək, həm də düzgün başa düşüləcəksiniz, bu da münasibətlərə mütləq fayda verəcəkdir. Şir bürcü. Ciddi narahat olacaq bir şey yoxdur. Günün ilk yarısı sizi xoş sürprizlər, gözlənilməz hədiyyələrlə sevindirəcək. Eyni zamanda son vaxtlar darıxdığınız insanlar sizə özlərini xatırlada bilər. Köhnə tanışlarla ünsiyyət xoş olacaq və keçmiş həmkarları ilə görüş də çox faydalı olacaq. Onlar maraqlı bir şey təklif edə bilərlər. Son vaxtlar rəhbərliklə fikir ayrılığı olan şirlər üçün gün uğurlu olacaq. Yalnız münasibətləri yaxşılaşdırmaq deyil, həm də öz nöqteyi nəzərinizi müdafiə etmək, fikrini dinləməyə dəyər işçi olduğunuzu göstərmək şansı olacaq. Bürcün gənc nümayəndələri üçün bu, karyera yüksəlişi üçün başlanğıc nöqtəsi ola bilər.
Ən ciddi məsələləri günün ikinci yarısına təxirə salmaq daha yaxşıdır. Çünki bu zaman həm daha diqqətli, həm də daha ixtiraçı olacaqsınız. Qeyri-standart həllər tələb olunan yerlərdə uğur qazana biləcəksiniz, lakin kiçik detalları nəzərə almaq vacibdir. İşlərə real baxmaq bacarığı sizə lazımsız xərclərdən qaçmağa kömək edəcək. Məhz bunun sayəsində kimsə sizi şübhəli bir hekayəyə sürükləmək üçün çox çalışsa belə, öz və ya başqalarının pulunu riskə atmayacaqsınız. Qız bürcü. Bugün bir çox şeylər sizin üçün həmişəkindən daha çətin olacaq. Özünüzü günahlandırmayın, siz səhv etmirsiniz, sadəcə olaraq şərait çox yaxşı getmir və bəzən ətrafınızdakılar sizi ruhdan salır. Böyük şirkətlərdə çalışan qızlar üçün ən çətin olacaq. Bütün həmkarlar sakitləşə bilməyəcəklər və bu bürcün nümayəndələri kəskin küncləri düzəltməli və mübahisə edənləri barışdırmalı olacaqlar. Eyni zamanda cəsarətli təcrübələriniz gözlənilmədən uğurlu ola bilər. Əgər siz çoxdan tanış problemlərin həllinin yeni üsullarını sınamaq barədə düşünürsünüzsə, bugün konkret hərəkətlərə keçə bilərsiniz. Gün həm də yeni tanışlarla ünsiyyət üçün əlverişli olacaq, anlaşmaq çətin olmayacaq. Yeri gəlmişkən, bugün sizə kömək təklif edən insanlara daha yaxından baxın. Ola bilsin ki, zaman keçdikcə onlar təkcə müttəfiq deyil, həm də əsl dost olacaqlar. Axşam saatlarında yaxınlarınızla bağlı ziddiyyətli xəbərlərdən narahat olacaqsınız. Nəticələrə tələsməyin, əvvəlcə hər şeyi yoxlayın, bəlkə də bilmədən yanıldınız. Tərəzi bürcü. Günün ilk yarısından mümkün qədər səmərəli istifadə etməyə çalışın, bu dəfə uğurlu olacaq. Düzdür, xüsusilə kiminsə dəstəyinə arxalanan tərəzilər üçün xoşagəlməz sürprizlərsiz olmayacaq. Təəssüf ki, uzun müddətdir bağlanmış razılaşmalar pozula bilər və ola bilsin ki, təkbaşına hərəkət etməli olacaqsınız. Ancaq problem yoxdur, hər halda yaxşı öhdəsindən gələcəksiniz. Səhər yüksək olan işgüzar aktivlik zamanla azalacaq. Günortadan sonra hətta həqiqətən maraqlı bir şeyə diqqətinizi cəmləməkdə çətinlik çəksəniz, təəccüblənməyin. Şərait imkan verirsə, istirahət etmək üçün qısa bir fasilə verin, özünüzlə tək qalın, bu yolla gücünüzü daha tez bərpa edəcəksiniz. Gününü uşaqları ilə keçirməyi planlaşdıran tərəzi valideynlər xüsusilə səbirli olmalıdırlar. Gənc nəsillə anlaşma çətin olacaq. Zarafatlarla diqqətli olun, onlar gənc və həssas təbiətlər üçün təhqiramiz görünə bilər. Dostlarla görüşə gedənləri xoş axşam gözləyir. Yalnız yaxşı vaxt keçirmək deyil, həm də faydalı bir şey öyrənmək imkanı olacaq. Əqrəb bürcü. Çox diqqətli olmaq lazımdır. Günün özü asan deyil, amma özünüzü tələyə salmasanız o qədər də pis keçməyəcək. Ona görə də emosiyaların təsiri altında qərarlar verməmək və ağlına gələn hər şeyi danışmamaq daha yaxşıdır. Yaxşı tanımadığınız insanlarla söhbətlərdə xüsusilə diqqətli olun, onlar sözlərinizi təhrif olunmuş formada çatdıra bilərlər, bu da problem gətirəcək. Tamamilə yeni bir şey götürməkdənsə, tanış işlərlə məşğul olmaq daha yaxşıdır. Bu, xoşagəlməz sürprizlər ehtimalını azaldacaq. Ancaq hələ də naməlum problemi həll etməyə başlamaq niyyətindəsinizsə, bunun üçün kifayət qədər vaxt ayırın və tələsməyin. Məlumat toplamalı, hər şeyi bir neçə dəfə düşünməli, bilikli insanlarla məsləhətləşməli olacaqsınız. Keçmişdə sizə uğura aparan yolu dəfələrlə göstərən fikirlər bugün çətin ki. Ünsiyyətdə çətinliklər ola bilər. Bu, daha çox həmkarlar və biznes tərəfdaşları ilə münasibətlərə aiddir, lakin yaxınlarınız hələ də sizi daha yaxşı başa düşəcək və bir çox cəhətdən uyğunlaşacaqlar. Bugünün çətinliklərinə baxmayaraq, optimizmi qoruyub saxlaya biləcəksiniz. Və bunun üçün hər cür səbəb var, çünki tezliklə sizi yaxşılığa doğru dəyişikliklər gözləyir. Oxatan bürcü. Özünüz və ətrafınızdakılar üçün çoxlu yaxşılıqlar edə biləcəksiniz və gözlədiyinizdən də çox şeylər edə biləcəksiniz. Bir anda bir neçə problemi həll etmək bacarığı çox faydalı olacaq. Bunun sayəsində başqalarının uğursuz olduğu yerdə qələbə qazanacaqsınız. Bu yaxınlarda işini dəyişən və ya yeni layihəyə başlayan oxatanlar ən yaxşı tərəflərini göstərəcəklər. Bürcün bu cür nümayəndələri peşəkar mövqelərini gücləndirə və nüfuzlu insanlardan dəstək ala biləcəklər. Ulduzlar bürcün nümayəndələri üçün xüsusilə əlverişli olacaq, onların uğurları karyera yüksəlişinə yol açacaq. Əhəmiyyətli görüşləri günün ikinci yarısına planlaşdırmaq daha məqsədə uyğundur və bu zaman hətta ən ciddi məsələlər də qeyri-rəsmi şəraitdə müzakirə edilməlidir. Yeni tanışlıqları qazanmaq və ya əvvəllər çox mehriban olmayanların rəğbətini qazanmaq asan olacaq. Axşam saatlarında ailə məsələlərinə fikir verməli olacaqsınız.
Planlaşdırılmamış xərclər tələb oluna bilər. Oğlaq bürcü. Gün çətinlik və sınaqsız keçməyəcək. Ancaq yaxşı xəbər var, hər şeyin öhdəsindən gələcəksiniz. Gənc oğlaqlar üçün uğur əldə etmək daha asan olacaq. Ulduzlar onlara xüsusi himayədarlıq vəd edir. Bürcün yaşlı nümayəndələri bir vaxtlar vacib xidmətlər göstərdikləri şəxslərdən kömək istəmək imkanı əldə edəcəklər. Belə insanlar imtina etməyəcək və onların müdaxiləsi sayəsində problemlər daha tez həll olunacaq. Köhnə plan və planlara qayıtmaq üçün yaxşı gündür. Bir vaxtlar rədd etdiyiniz fikirləri çox riskli hesab edərək xatırlamağa dəyər. İndi şərait dəyişib və sizin belə ideyaları həyata keçirmək şansınız var. Maliyyə məsələlərinin həllində daha diqqətli olmalısınız, xüsusən də yaxın gələcəkdə böyük xərclər gözləyənlər. Bugün xırda şeylərə və ya bəzi lazımsız alışlara sərf olunan kiçik bir məbləğ belə sonradan peşman ola bilərsiniz. Bürcün meteohəssas nümayəndələri, eləcə də bu yaxınlarda xəstələnən və hələ də gücünü bərpa etməyənlər üçün bugün həddindən artıq yüklənməmək və özlərinə qarşı xüsusilə diqqətli olmaq vacibdir. Bu, sağlamlığın pisləşməsinin qarşısını almağa kömək edəcəkdir. Dolça bürcü. Gün qeyri-müəyyəndir, lakin müsbət tendensiyaların təsiri yenə də üstünlük təşkil edəcək. Təlaş və tələskənlikdən qaçmağa çalışın, əvvəllər hazırlanmış planlara sadiq qalın. Bu, bir çox xoşagəlməz məqamlardan və pis qərarlardan qaçmağa imkan verəcək. Ola bilər ki, köhnə tanışlar işinizə qarışmaq istəsinlər. Bu, çox xoş olmayacaq, amma çox faydalı olacaq. Buna görə də bu bir qədər müdaxilə edən xoş arzulayanlara problemlərinizi həll etsinlər. İşdə xırda fikir ayrılıqları ola bilər və onlar peşəkar vəzifələrlə deyil, bəzi mücərrəd məsələlərlə bağlı olacaq. Odur ki, lazımsız mübahisələrdən qaçmaq istəyirsinizsə, bu cür söhbətlərdən qaçmağa və diqqətinizi biznesə yönəltməyə çalışın. Bu, nəinki vaxta qənaət edəcək, həm də hamı ilə rəvan münasibət saxlamağa imkan verəcək. Sevdiklərinizlə ünsiyyət qurmaq daha asan olacaq. Onlar düzgün başa düşəcəklər və özünüzə biraz sərtliyə yol versəniz inciməzlər. Sevdiyiniz insan sizə xüsusilə diqqətli olacaq və şübhəsiz ki, sizi razı salmağın bir yolunu tapacaqdır. Səyahət üçün yaxşı gün olacaq. Bununla belə gənc dolça tək başına səfərə çıxmamalıdır. Ancaq bu problem deyil, sizinlə yoldaşlıq etmək istəyənlər mütləq olacaq. Balıqlar bürcü. Səhərdən işgüzar əhval-ruhiyyəyə keçin. Çox güman ki, çox işləməli, başqalarına kömək etməli, bəzi vacib problemləri həll etməli olacaqsınız. Bugün təcrübəniz çoxları üçün faydalı olacaq, ona görə də suallara cavab verməyə və məsləhət verməyə hazır olun. Bugün dəstəklədiyiniz insanlar tezliklə qarşılıqlı xidmətlər göstərəcəklər. Bəzi peşəkar tədbirlərə gedən balıqlar, dəstəyi karyera nərdivanlarını sürətlə yüksəlməyə imkan verəcək insanlarla tanış olmaq şansı qazanacaqlar. Ən yaxşı tərəfinizi göstərmək çətin olmayacaq, nə qədər rahatsınızsa, hamı sizi bir o qədər çox bəyənəcək. Günün ikinci yarısında bəzi çətinliklər yarana bilər. Çox güman ki, onlar emal etməyi planlaşdırdığınız pul və ya sənədlərlə əlaqəli olacaq. Belə anlarda intuisiyaya güvənməyə dəyər, o sizə ən yaxşı hərəkət yolunun nə olduğunu söyləyəcək. Başqaları ilə ünsiyyət qurmaq da bəzən çətin olacaq, çünki hərəkətləriniz onlara məntiqsiz və düşüncəsiz görünür. İzah etmək üçün vaxt itirmək lazım deyil, hər halda doğru şeyi etdiyiniz hamıya tezliklə aydın olacaq.